Allah Teala deyir ki, mən səni dünyanın əşrəfi olaraq yarattım. Dünyanın ən şərafətlisi olaraq yarattım. Ona görə namusla, şərəflə yaşa. Şərafət sahibi olduğu unutma. Və ləyaqətli, namuslu, şərafət sahibi olan insanlar ancaq xeyrə qulluq edir. Xeyrə çağırırlar, işığa çağırırlar, haqqa çağırırlar. Ama bu dediklərindən yoxsun olanlar şeytaniyyə çağırırlar. İnsan yaxşı əməllərdən danışdıqca, yaxşı əməllər sahibi olduqca, yaxşılığa, haqqa çağırdıqca özü də mələkləşir. Yaxşını çəkir məsələsi. İnsan yaxşı əməllər sahibi olanda mələkləşir. Ama insanlar pis, qara əməllərlə məşğul olur, şeytaniləşir. Ama dünyanı xilas edəcək. Sevgi, şərəf, ləyaqət, bəşəri xilas edəcək anlamlar bunlardır. Gözəlliklər deyil. Şeytan da bizim gözümüzə çox gözəl görünə bilər. Formadır, məzmun ayrı şeydir.